İçimizdəki bəzi duyğular zamanla böyüməz. Çünki onları daşıyan ağıl deyil, ürəkdir. Və ürək də özünü güvəndə hiss etmədiyi yerdə sanki zamanı durdurar. Məhz buna görə də bəzən eşidilməyəndə içində fırtınalar qopursa, rədd ediləndə sanki bütün varlığın sarsılırsa, bu şişirdilmiş bir şey deyil. Sadəcə bir zamanlar eşidilməyən uşağın səsidir. Buna görə də bəzən yaşına görə deyil, o yaranı aldığın yaşa görə davranırsan. Uşaq ikən yaşadığın o duyğular, qorxu, həyəcan, təklik, dəyərsizlik hissi yenidən ön plana çıxır. Və bu anda məhz buna görə deyirsən ki, bəzən uşaq kimi davranıram. Sadəcə uşaq kimi özünü müdafiə etməyin yollarını axtarırsan. Çünki həmin andasan, o yaranı aldığın yaşda özünü hiss edirsən. Axı məhz o yaşdakı duyğuların indi ön plana çıxıb. Nə edirsən? Sanki özünü müdafiə etməyin yollarını yaradırsan, təkliyə çəkilirsən, heç kəsdən danışmaq istəmirsən, ağlayırsan və bəzən də qışqırırsan. Axı yetişkinlər olaraq uşaq ikən bu duyğuların hamısını yaşamışıq. Amma özünü yargılamağın yerinə o səsi bir dinlə. Çünki o səs keçmişdə qalmayıb, bugün də səninlə yaşamağa davam edir. Əgər onu əsəbləşərsənsə, özünü əsəbləşmiş olarsan. Onun əlindən tutarsansa, o içindəki uşaq ilk dəfə özünü güvəndə hiss edər. Məhz belə olanda, məhz sən keçmişin sənə zərər verən zəncirini qırmış olarsan. Artıq o uşaq tək deyil, onun yanında başa düşən, anlayışlı, sakit və yetişkin bir sən vardır.